Biz bugün keçirik modal sözləri. Biz artıq indiyə qədər bağlayıcı, qoşma ədatı keçdik, qaldı modalla nidamız. Uşaqlar, modal danışanı ifadə elədiyi fikrə münasibət bildirir. Məsələn, mən deyirəm, nəsə danışıram, deyirəm ki, çöldə hava soyuqdur. Sən mənə necə münasibət bildirəcəksən? Sən həqiqətən də, bəli, yox. Bəli ədatı ilə. Həqiqətən də doğrudur, şübhəsiz. Biz bunu başlıq hərflərini qruplaşdıraq uşaqlar. Tıcım fıtıb, bunu belə yadda saxlayın. T təsdiq bildirənlər, təsdiq və yaxud da yəqinlik. Təsdiq, yəqinlik. Təsdiq, yəqinlik bildirənlər uşaqlar. Təsdiqləyirəm. Başıma hansı ki yerlədirəm? Əlbəttə. Sonra təsdiqləyib nə deyə bilərəm başqa? Həqiqətən. Bəli, doğrudan. Sonra? Bəli, doğrudan. Sonra şübhəsiz. Şübhəsiz, doğrudan da, şəksiz. Bəli. Və s. Düzü. Deyirəm, düzü mən onu gördüm. Düzü təsdiqləyirəm də, yenə başıma elətmədim. Düzü mü təsdiqlədim? Keçdik güman. Gümandır. Güman şübhə bildirənlər. Bəli, bir şeyə şübhələnirsən. Məsələn, nəyinsə itib, güman eləyirsən. Deyirsən, bəlkə filan kəs oğurub. Və hamısı da uşaqlar bir-birinin özünün siyasına gedə bilər. Öz yerinə gedə bilər bir-birinin. Bəlkə, bax, eyni cümləni işlədirəm, yerinə o bir sərə qoyuram. Bəlkə filan kəsə oğurlayıb. Yəqin filan kəs oğurlayıb. Görünür filan kəs oğurlayıb. Deyəsən filan kəs oğurlayıb. Olsun ki filan kəs oğurlayıb. Düzdürmü? Yerinə qoya bilirəm də hamısını. Gəldim nəticə ümumiləşdirmə bildirənlərə. Uşaqlar, nəticə ümumiləşdirmə. Bunun adı belədir. Nəticə ümumiləşdirmə. Məsələn, təsəvvür elə ki, sən bir şirkətin rəhbərisən. Həftənin axırda sən hesabat verməlisən. Hamını işçiləri yığmısan ki, görə necə işləyib. Xoşuma gəlmir həftənin axırda. Deyirsən ki, beləliklə hamınızı işdən qovuram. Nəhayət hamınızı qovuram. Müxtəsər hamınızı, bəli, sona gəldin də, yəni sondur. Müxtəsər hamınızı qovuram. Axır ki, gedirsiniz. Aydındır. Və yaxud da bir də başqalarda var uşaqlar. İkincisi, birinci. Danışırsan, fikrini ümumiləşdirib deyirsən. Deyirsən ki, birincisi mənə qulaq as, ikincisi tapşırıqları yaz. Yenə də fikrimi ümumiləşdirib sonlaşdırıram. Sonra gəldim fikrin mənbəyi uşaqlar. Fikrin mənbəyi. Adından bəllidir. Yəni sən fikrini bildirirsən. Məncə, fikrimcə, zənnimcə. Məsələn, mən sənin fikrini soruşanda sən mənə deyirsən ki, müəllim, məncə biz onun dəftərə qeyd etsək yaxşıdır. Öz fikrimi dedim də, düzdürmü? Və s. Gəldim təəssüf bildirənlər. Təəssüf də öz adından bəllidir. Təəssüf ki, əfsus ki, heyf ki. Düzdürmü? Sonra gəldik bənzətmə. Bənzətməni hara yazaq? Belə. Bənzətmə də burada. Bənzətmə hansılardır? Bənzədirəm. Sanki, elə bil, elə bil ki. Bir də güya. Elə bil ki, bir də güya. Uşaqlar, bunların da amonimi, sinonimi, antonimi var. Bu nə deməkdir? Məsələn, bax, görünürə baxaq. Deyirəm ki, uzaqdan dağ görünür. Mən buna sual verə bilirəm axı. Nə edir? Görünür. Deməli bu nədir? Feil də normal feilin sualını verir. Bir də deyirəm ki, görünür. Uşaq onu götürüb. Görürəm ki, yerinə başqa nəyə qoya bilirəm? Qulaq as. Bu siyahını onun yerinə qoya bilirəm. Deyəsən, filan kəs onu qoyub, bəlkə uşaq onu götürüb. Aydındır? Bunlar deməli nə adlandı? Amonimdir o. Sinonim isə uşaqlar. Bu siyahı bax bunun içinə gedib. Bunlar hamısı bir-birinin sinonimdir. Yəni mən neyniyəcəm? Məsələn, deyirəm ki, əlbəttə düz deyirsən. Həqiqətən düz deyirsən. Doğrudan da düz deyirsən. Onlar bir-birinə nə edir? Yəni, eyni mənanı verirlər də. Aydındır. Sonra gəldik vergül söhbətinə. Yadınıza gəlir, xitabda biz vergül söhbətini necə deyirdik uşaqlar? Xitab əvvəldə gələndə özündən sonra vergül qoyurdu. Məsələn, çağırıram. Uşaqlar, mənə qulaq asın. Burada xitab hansı idi? Uşaqlar idi. Özündən sonra vergül qoyurdum. Xitab ortada gələndə vergülü qoyurdum ikisinin də əvvəlində, qabağında. Axırda gəndə özündən qabaq. Eyni söhbət burada da elədir. Məsələn, cümlə yazıram. Yəqin gedib. Vergülü harda qoyacam? Bax, bu modaldır özündən sonra. Gedib yəqin. Vergülü harda qoyacam? Bəli, əvvəl.
Gedib yəqin gəlmir. İkisindən həm də var da Ay sağ, gedib yəqin gəlmir. İkisinə də qoyacağam. Aydındır? Bir dənə bu söhbət uşaqlar. Bunda mümkün deyil. Sanki elə bir güya da heç vaxt vergül qoyulmur. Yadınıza düşdü? Keçdiyimiz hansı ki o əvəzdən sonra vergülün qoyulmasından bunu danışmışdıq ha biz. Məsələn deyirdik ki, məsələn o gedir. Biz deyirdik ki, o əvəzdən sonra nə zaman vergül qoyulmurdu? Kəf gələndə. Kəf də nə idi? Köməkçi, əvəzli, feil. Məsələn, o da gedib, deyirdim məsələn, o da gedib. qoymuruq. Burada da çünki köməkçi gəlir. Bəli, burada da köməkçi gəlib qoymurduq, düzdürmü? Amma modal gələndə qoyurduq. O da modalın öz vergülü idi, ha. O yəqin gedib. O yəqin gedib. Baxın, nə gəlib bunun özündən sonra? Bu nədir yəqin? Modaldır da, düzdür? Neynirdim mən? Modalın əvvəlində də, axırında vergülü qoyurdum, amma bu oya ait vergül deyildi, ha. Bu modalın özünün vergülü idi, aydındır? Başa düşdüyüm modalın. Yəni burada çətin bir şey yoxdur. Sadəcə bu siyahını əzbərləyəcəksiniz. Siyahı belədir. Tıgın fıtıb. Təsdiq, güman, nəticə, fikrin mənbəyi, təəssüf, bənzətmə.